Salam dostlar, hər birinizi Fit 360 kanalından salamlayıram. Mən Vasif. Bugünkü mövzumuz 6 qat Mr. Olimpiya çempionu Chris Bumstead barəsində məlumatlardır. Chris Bumsteadin ən böyük üstünlüyü 6 çempionluğu ard-arda qazanmasıdır və həyatı enişli yoxuşlu olması, həmçinin idman həyatında da müəyyən yüksəliş və eniş dövrlər yaşaması ilə əlaqədardır. Və əgər hazırsınızsa, ətraflı olaraq keçək mövzumuz barədə danışaq. Sibamı digərlərindən ayıran ilk şey onun X-frame quruluşudur. Bu nə deməkdir? Çox geniş çiyinlər, inanılmaz dərəcədə incə bel və nəhəng ayaq əzələləri. Elmi baxımdan onun çanaq sümüyü quruluşu o qədər dar, köpücük sümükləri isə o qədər genişdir ki, o səhnəyə çıxan kimi vizual illüziya yaradır. Amma bu sadəcə şans deyil. Chris weight taper effektini artırmaq üçün xüsusilə vakuum məşqlərindən və enli kürə əzələlərinin aşağı bağlandığı nöqtələrdən maksimum istifadə edir. Bəs Chris'in rəqibləri Roman Dino və Urs Kalczynski. Ramonun inanılmaz biləkləri və genetik ön qolları, Ursun isə estetik xətləri hər il Chris'i təhdid edir. Amma Chris burada başqa bir elmi gediş edir. Proportionality, yəni mütənasiblik. O rəqiblərinin ən güclü tərəflərinə yox, öz bədənindəki zəif nöqtələrə fokuslanır. Məsələn, kürəyindəki detalların rəqiblərindən geri qaldığını hiss etdiyi an, bir il ərzində row hərəkətlərinin bucağını dəyişərək kürəyini bir xəritəyə çevirdi. Bu sadəcə məşq deyil, bir çempionun adaptasiya qabiliyyətidir. Bura diqqət edin, bir çoxunuz bilmirsiniz, amma Chris 2018-ci ildən bəri LGA nefropatiyası adlı ağır bir böyrək xəstəliyi ilə mübarizə aparır. Bu bir bodybuilder üçün ölüm hökmü kimidir. Çünki ağır pəhrizlər və yüksək zülal böyrəklər üçün böyük yükdür. Chris bu xəstəliyi necə idarə edir? O hər şeyi elmi nəzarətdə saxlayır. Onun pərhüzündəki natrium-kalium balansı və suyun bədəndən atılma taktikası digər idmançılardan fərqlidir. O bədəninə bir bioloji maşın kimi baxır və hər analizini millimetrik hesablayır. Gəlin onun pərhizinə baxaq. Chris off-season dövründə gündə 5000-dən çox kalori qəbul edir. Amma o 4 tip bulking etmir. Onun əsas karbohidrat mənbəyi ağdüyü və yulafdır. Niyə? Çünki xəstəliyinə görə həzm sistemi çox həssasdır. O bədənindəki iltihabı artıraraq qidalardan qaçır. Hətta yarışa yaxın karbo yükləmə edərkən belə dərinin altındakı suyu əzəlinin içinə çəkmək üçün xüsusi bir duz-su protokolu tətbiq edir. Bu sadəcə yemək deyil, bir elmdir. Chris ağır çəkilərlə məşq etsə də əsla ego lifting etmir. O mind-muscle connection ustasıdır. O bədəni məşqdə yox, yatanda böyüdür. Yuxu, soyuq vannalar və stres idarə etməsi onun gizli silahlarıdır. Meditasiya ilə stres hormonu, yəni kortizolu aşağı salır. Çünki kortizol yüksək olanda bədən su tutur və əzələ detalları itir. Onun hər zaman daş kimi quru görünməsinin sirri məhz bu zehni sakitlikdədir. Dostlar, Chris Bumstead bizə göstərdi ki, bodybuilding sadəcə ağır çəki deyil. Bu bir iradə sınağıdır. Bəs sizcə, Chris gələcəkdə open bodybuilding kateqoriyasına keçsə, o nəhəng dillər arasında uğur qazana bilər? Dəyərli yoldaşlar, videonu bura qədər izlədiyinizə görə və bizə dəstək olduğunuza görə sizə minnətdaram. Kanalımıza abunə olmağı və yeni videolarımızdan xəbərdar olmağı sizdən xahiş edirəm. Sağlıqla qalın.